Salam uşaqlar. Bugünkü izahımız 8-ci sinif 2-ci hissə iş dəftərindən başlayırıq. Bölmə 4 dalğalar. İlk sualımızdan başlayaq. Bir çox hallarda cisim və ya zərrəciklər tarazlıq vəziyyətindən keçməklə təkrarlanan hərəkət edir. Belə hərəkətlərə rəqsi hərəkətlər deyilir. Mexaniki rəqs ilə mexaniki dalğanın fərqini izah edin. Deməli uşaqlar, mexaniki rəqs tarazlıq vəziyyəti ətrafında təkrarlanan hərəkətdir. Dalğa isə həmin rəqsin mühitdə yayılmasıdır. Bax, təsəvvürümüzə gətirək ki, tarazlıq vəziyyətindən ətrafında rəqs edir. Yuxarı doğru, aşağı doğru. Və bu rəqsi hərəkətin mühitdə yayılması isə dalğa adlanır. Nəyə görə mexaniki dalğaların yayıldığı mühitlər elastiklik mühiti adlanır? Dalğa yalnız o mühitdə yarana bilir ki, mühit rəqsi hərəkət nəticəsində deformasiyaya məruz qaldıqda elastik qüvvəsi meydana çıxır. Həmin bu mühitə də elastiklik mühit deyilir. Dördüncü suala baxırıq. Bir dəqiqə. Deməli, dördüncü suala baxırıq. Dalğanın yayılması zamanı maddə daşınması baş verirmi? Cavabınızı əsaslandırın. Dalğanın yayılması zamanı enerji və hərəkət ötürülür, maddə isə daşınmır. Buna misal olaraq bir dəqiqə göstərim. Uşaqlar, vizual olaraq bir dənə müşahidə edək. Deməli, dedik ki, dalğanın yayılması zamanı enerji və hərəkət ötürülür, maddə daşınmır. Maddə daşınmır. Bax, burada uşaqlar, bir dəqiqə dayandırım. Baxın, mavi zərrəcikləri, mavi hissələri, yəni boşuna verməyiblər. Ona görə bu mavi olan kürəcikləri verirlər ki, yəni mavi kürəcik yerini dəyişmir. Ya sağa, sola doğru hərəkət etmir, yalnızca yuxarı və aşağı doğru hərəkət edir. Baxaq bir dənə yuxarı, aşağı doğru hərəkətinə. Bax, bu görürsünüz dalğa yaradır. Amplitudu artıraq bir dənə. Daha böyük amplitudla hərəkət elətdirək. Görürük ki, zərrəciklərin hərəkəti, fəzada hərəkəti dalğa əmələ gətirir. Tezliyi artıraq. Daha tez-tez. Eyni amplitudla, lakin daha tez-tez. Tezliyi azaldıram. Amplitud dedik ki, tarazlıq vəziyyətdən maksimum uzaqlaşmadır. Xət keçdi qoyum. Bax, amplitudu artırıram. Yəni, maddə daşıması baş vermədi. Keçək 5-ci suala. Hansı dalğalar eninə dalğalardır? Dalğanın yayılma istiqaməti ilə zərrəciklərin hərəkəti perpendikulyardır. Bu dalğalara deyirik eninə dalğaları. Misal göstərək eninə dalğalara, bax, buradakı B variantıdır. Deyirik, yayılma istiqaməti, zərrəciklər neyinədir? Yuxarı doğru, aşağı doğru hərəkət elədi də. Burada zərrəciklər yalnızca yuxarı, aşağı doğru hərəkət elədi. Amma istiqamətinə baxırıq ki, istiqaməti sağa doğrudur. Yəni, zərrəciklər yuxarı, aşağı, istiqamət də isə sağa, bu zaman aralarındakı perpendikulyar olduğuna görə buna deyirik nə? Eninə dalğalar. Sonra gələk 6-cı sualımıza. Hansı dalğalar uzunna dalğalardır? Uzunna dalğalar isə əksinə zərrəciklərin istiqaməti ilə, yayılma istiqaməti ilə zərrəciklərin istiqaməti bir-birinə paralel olanlardır. Bunu da misal olaraq A bəndini göstərmək olar. Zərrəciklər də sağa, sola, buna seyrəkləşmə və sıxlaşma deyirik və bunun yayılma istiqaməti də sağ istiqamətində olduğundan bir-birinə paralel yönəlmişdir. 7-ci suala baxaq. Şəkildə təsvir olunmuş dalğalardan hansının eninə, hansının isə uzunluğu olduğunu müəyyən edin. Deməli, dedik ki, A uzunna dalğadır. Uzunna dalğa sıxlaşma, seyrəkləşmə ilə nəzərdə tutulur, müşahidə olunur. B-də isə eninə dalğalıdır. Eninə dalğalar isə qabarıqlar və çöküklər kimi müşahidə olunur. Gələk 8-ci sualımıza. Uzunluğu 1 kilometr olan metal borunun bir ucuna çəkiclə vurduqda, digər ucunda da çəkicin zərbə səsi eşidilir. Metal vasitəsilə yayılan bu dalğalar eninə dalğadır, yoxsa uzunna dalğadır? Əlbəttə ki, bu uzunna dalğadır, yəni seyrəkləşmə və sıxlaşma ilə baş vermişdir. Deyir ki, uzunna dalğa buradakı zərrəciklərin istiqaməti seyrəklik və sıxlaşma nəticəsində baş vermişdir. 9-cu suala gələk.
Şəkildə mexaniki dalğa havada yayılarkən hava molekullarının hərəkəti təsvir olunmuşdur. Molekulların bəzi hissələri sıx, bəziləri isə seyrəkdir. Dedik, sıx və seyrək olanlar nə idi? Uzunna dalğalardır. Dalğa yayılarkən molekulları irəli-geri titrəyir və təzyiqlər fərqi yaranır. Təzyiq artanda sıxlaşma, təzyiq azalanda isə seyrəkləşmə müşahidə olunur. 9-cu sual, dalğaların xarakteristikasına. Birinci suala baxaq. Dalğa uzunluğu. Dedik ki, dalğa uzunluğu bir rəqs periodu ərzində zərrəciklər arasında yayıldığı məsafə adlanır dalğa uzunluğu. Və yaxud da dalğa uzunluğu deyirik belə. İki qabarıq məsafə arasında da bu dalğa uzunluğu adlanır, lambda hərfi ilə işarə olunur. Və yaxud da iki çökük arasındakı məsafə də dalğa uzunluğudur və bu lambda hərfi ilə işarə olunur. Məsafə deyirik. Məsafənin də vahidi metrdir. Yəni dalğa uzunluğunun vahidi də metr olar. Amplitud, tarazlıq vəziyyətindən maksimum uzaqlaşma. Uşaqlar, baxın, bunu tarazlıq vəziyyətindən bu götürsək, maksimum uzaqlaşma, tarazlıq vəziyyətindən maksimum uzaqlaşma buradakı məsafə. Və yaxud da çöküyünü götürsək, buradakı məsafə. Maksimum uzaqlaşma amplitud x və yaxud da A hərfi ilə işarə olunur. Bu da məsafə olduğundan bunun da vahidi metrdir. Rəqs tezliyi, zərrəciklərin bir saniyədəki rəqslərin sayı. Necə ki, biz dövrətmə periodunda dövrətmə tezliyini keçmişdik. Dövrətmə tezliyini keçəndə dedik ki, n hərfi ilə işarə olunur, kiçik n hərfi ilə işarə olunur. Və vahid zamanda, yəni bir saniyədəki dövrlərin sayı deyirdik. Burada isə rəqs olduğundan deyirik ki, vahid zamanda rəqslərin sayına. Bu nə adlanır? Tezlik. Tezliyin vahidi hertz və yaxud da 1 bölünsün saniyə, saniyə üstü -1. Period. Period bir tam rəqsə sərf olunan zaman. Yadımızı xatırlayaq ki, dövrətmə periodunda deyirdik bir tam dövrə sərf olunan zamana. Yenə period böyük T hərfi ilə işarə olunur. Kiçik T bölünsün, böyük N. Gələk ikinci sualımıza. Mexaniki dalğanın yer dəyişməsinin zamandan asılı qrafikinə əsasən həmin dalğanın amplitudunu və rəqs periodunu tezliyini hesablayın. Amplitud dedik nədir? Tarazlıq vəziyyətindən maksimum uzaqlaşma. Tarazlıq vəziyyətindən maksimum uzaqlaşma. Tarazlıq vəziyyəti bizim 0, maksimum uzaqlaşdığı nöqtə 4. Deməli, bizim x emimiz və yaxud da amplitud kitablarımızda A kimi görsənir. Amplitudumuz olur 4 metr. Sonra nə dedik? Period. Xatırlayaq ki, biz rəqslərdə bir period ərzində neçə amplitud qədər yol gedirdi. Bax, bir period nə dedik? Bir tam rəqsə sərf olunan zaman. Əgər mən bir nöqtəsindən başlamışamsa, gedib yenidən qayıtmaq mənim bir tam periodum idi. Bir tam perioduma nə qədər amplitud sərf olunur? Bir dənə diqqətli baxaq. 1, 2, qayıdıram 3, 4. Deməli, bir tam perioda 4 dənə amplitud sərf olunur. İndi mənim burada baxmalıyam ki, mənim 4 amplitudum harda tamamlanır? Amplitud nə idi? Tarazlıq vəziyyətindən uzaqlaşma. Sayıram. 1 amplitud, 2 amplitud, 3 amplitud və 4 amplitud. Deməli, mənim periodum neçədir? 10 saniyə. Təkrar edirəm. 4 dənə amplitudu saydıqda mənim bir periodum adlanır. Və yaxud da bu yolla etməyək, İstəsək, digər yolla. Çevrə üzrə deyəndə period, bir tam period nə idi? Çevrə cızmalı idi. Baxın, buradakı bu aşağıda olanı gətirək, bir tam çevrəyə bərabər eləsək, görərik ki, həqiqətən də bir tam çevrə alınır. Ona görə deyirik ki, bax, ikisini birləşdirəndə bir çevrə alınmalıdır. Yəni, buradakı periodum da elə 10 saniyə bərabərdir. Deməli, periodum oldu 10 saniyə. Tezlik nə idi? Tezlik periodun tərsi, yəni 1 bölünsün 10, o deyilir 0,1 Hz. Eyni mənbədən yayılan dalğaların sürətinin dalğa uzunluğundan asılı qrafiki verilmişdir. Sürəti sorulur. Bizim dalğamız var. Gəlin görək nə deyir? Elə sürəti sorulur. Dedik V bərabərdir
uşaqlar. Lambidə bölünsün T də yaza bilərik, elə yazaq. Lambidə bölünsün period. Bax bu düsturu, yəni çətinlik çəkməyin ki, bu düstur hardan aldı? Biz düzxətli bərabər sürətli hərəkətdə sürəti yazdıq v bərabərdir yol bölünsün zaman. Düzdür? Yolumuz da burada iki dalğa arasındakı məsafə amplitud, dalğa uzunluğu, yəni L, yəni L-in yerinə bu E lambidə oldu. Bir tam rəqsdə də period adlandı. Bunda yerinə period. Yəni eyni düsturdur, çətinlik çəkməyin. Görürük ki, burada V lambda ilə necə asılıdır? Düz asılıdır. Onda düz asılılığı yazıram. V1 bölünsün V2 bərabərdir. Lambda 1 bölünsün lambda 2. Verilənləri yerinə qoyub V1-i tapaq. Yazırıq V1. V2'miz neçə baxaraq uşaqlar? 4. Bərabərdir. Lambda 1 bölünsün lambda 2. Yəni 3 bölünsün 5. Buradan da alınır. 5 və 1 bərabərdir 12. Və 1 də bərabərdir. 12 bölünsün 5 edir 2 tam. Onda 4 metr bölünsün saniyə. Dördüncü suala baxaq. Eninə mexaniki dalğanın mühitdə yayılması təsvir olunmuşdur. Həmin dalğa eyni tezlikli, ancaq amplitudu 2 dəfə böyük olan. Tezliyi eyni olsun. Tezlik eynidirsə uşaqlar, deməli periodu da eynidir. Tezlik eynidirsə periodu da eynidir. Yəni baxın diqqətli olaq. Period nədir? 4 dənə qaba bax. Bir çökük, bir qabarıq. Bax bura kimi olan məsafə. Səliqəli yazaq. Gəlin bunun tarazlığını çəkim. Tarazlığından bir dənə düz xət çəkək. Aha. Bu bizim tarazlığımız. Dedik 4 dənə amplitud. 4 dənə amplitud yox. Amplitud bəli. 1, 2, 3, 4. Bax 2 dənə perioduna fikir versək, biz periodumuz 2 damadır, düzdür? Mən bu periodu dəyişməməliyim. Çünki deyir tezliyi eyni. Amplitudu 2 dəfə artır. Amplitud nə idi? Tarazlıq vəziyyətindən maksimum uzaqlaşma. İndi mən burada, yəni 4 dama çəksəydilər daha yaxşı olardı. Bu tarazlıq vəziyyətimiz olsun. Periodunu yenə 2 götürməliyəm. Diqqətli baxağın. Ancaq bu səfər amplitudunu artıracağım. Amplitud görürsünüz burada məsələn 0.5'dir. Amplitudunu artırıram. Baxın, bir tam dövr. 2 dənə oldu, baxın. Yəni mənim qabarığım, çöküyüm arasındakı məsafə 2. Amma mən neynədim? Amplitudu da artırdım. Tarazlıq vəziyyətindən maksimum uzaqlaşmanı artırdım. Baxın, bu şəkildə. Bir səliqəsiz çəkdim. Yəni bir qabarıq, bir çöküyüm yenə 2 dama elədi. Lakin bu dəfə bunun amplitudunu artırdım. Deyir, amplitudunu 2 dəfə artırın. Ümidvaram ki, başa düşədiniz. Nə demək istədim? Tezliyini, periodunu dedi dəyişmə, lakin amplitudunu artır. Yəni elə bunun üzərində də çəkə bilərəm. Baxın, bax, belə bu nöqtədə. Bax, bu istiqamətdə belə. Gəldik B-də. Nə deyir B-də? İndi deyir, həmin dalğa ilə eyni amplitudlu, lakin tezliyi 2 dəfə böyük. Amplitudu bu səfər eyni olsun. Ancaq tezliyi böyük olsun. Amplituduna baxıram uşaqlar. Baxın, hardasa demək olar, təqribi baxın, belə dedik 0.5. Gələk bir dənə xət çəkirəm. Yenə amplitudunu 0.5, lakin tezliyi böyük. Tezliyi böyük dedik. Tezliyi 2 dəfə böyük. Tezliyi 2 dəfə böyükdürsə uşaqlar, periodu 2 dəfə kiçik olmalıdır. Tərsinə çəkdim, qoy bir dənə düzəldim. Tezliyini 2 dəfə böyük deyirsə, deməli bunun periodu 2 dəfə kiçik olmalıdır. Eyni, amma sıx-sıx olmalıdır. Yəni buradan bura məsafəmizi eyni saxlayırıq. Amplitudu eyni saxlayırıq. Lakin bax belə tez-tez olur. Bu da tezliyi 2 dəfə böyük deməkdir. Gələk 5-ci suala. Dalğa uzunluğu 5 metr, yəni bizə verib lambidamızı. Rəqslərin sayını verib, həmin dalğanın qət etdiyi məsafəni tapın. Uşaqlar, dedik ki, məsafə L bərabərdir.
Məsafəyə nə yazarıq? VT, düzdür? V-nin yerinə nə yaza bilərəm? V dedim ki, lambda bölünsün periyod. Vurulsun T. Uşaqlar, sayı verib də bizə, düzdür? Kiçik T bölünsün böyük T. Mənim sayımdır da, düzdürmü? Hardan aldım? Periyod bərabərdir. Kiçik T bölünsün böyük N-dən. N-i tapanda kiçik T bölünsün böyük T-dir. Onda yazaram ki, elə lambda vurulsun N. Məndən nəyi soruşurdu? Elə bu L məsafəsini. Dalğa uzunluğum 5, sayım da 20. Deməli, mən 100 metr məsafə qət etmişdir. Gələk 6-cı suala. Eninə və uzunluğa dalğaların bir oxşar, bir fərqli cəhətini yaz. Oxşar cəhəti hər ikisi dalğadır və enerji ötürür. Fərqli cəhəti isə eninə dalğalar titrəyişin yayılma istiqamətinə perpendikulyar, uzunluğa dalğalar isə paraleldir. Və yaxud da biri seyrəkləşmə, sıxlaşma ilə fərqli olanı deyirəm. Digəri isə qabarıqlar, çöküklər kimi müşahidə olunur. Gələk 7-ci sualımıza. Dalğa uzunluğu 10 mm metrə çevirək, edər 0,1 metr. 4 saniyədə 20 metr məsafədə yayılır. Rəqs periyodunu tapın. 20 metr məsafədə yayılır deyir. Dedik ki, L bərabərdir V T'dən. V-nin yerinə nə yazdı uşaqlar? Lambda bölünsün periyod. Vurulsun zaman. Hər bir kəmiyyətimiz var. Yerinə qoyub yazaq. Lambdamız 0,100%. Düzmü çevirmişəm minə böləndə. Bəli. Periyodumuz 4 saniyədə 20. Bəndən nəyi soruşur? Elə periyodu soruşur uşaqlar. Periyod vurulsun. Zamanımız da 4 saniyədə bərabərdir 20 metrə. Buradan periyodu tapsam, çarpaz vursaq 20 məxrəcə düşür. 0,100% vurulsun 4. Vergüldən azad eləsək 100-ə vursam bu belə. İxtisar eləsəm uşaqlar eləyir 500-də 1. 500-də 1. Bunu da çevirsəm edər 0,1000-2 saniyə. 500-də 1-i də onluq kəsrə çevirəndə periyod 0,1000-2 saniyə. Deməli, keçdik 8-ci suala. Tezliyi 0,1 saniyə olan dalğanın maksimum nöqtələrini 1-dən 5-ə qədər rəqəmlərlə nömrələnir. İkinci və dördüncü maksimumlar arasındakı məsafə 12 metr olarsa dalğanın sürətini soruşur. 2 və 4-cü arasındakı məsafə. Baxıram 2 ilə 4-cü arasındakı məsafə. Nə demişdik? 2 qabarıq arasındakı məsafəyə biz dalğa uzunluğu demişdik. Deməli, buradakı məsafə 2 dalğa uzunluğudur. 2 dalğa uzunluğunu mənə verib 12. Onda deməli, dalğa uzunluğumuz olur 6 metr. Nəyi soruşur? Sürəti. Sürət bərabərdir. Lambda vurulsun tezlik. Bərabərdir. Lambdamız oldu 6, vurulsun. Tezliyimiz də 0,5. O da bərabərdir 3 metr. Bölünsün saniyə. 9-cu suala baxaq. Deyir ki, A sualında deyir, 2 və 8 nöqtələr arasındakı məsafə 36 metrdir. Diqqətli baxaq. 2 və 8. 2-dən 8-ə qədər olan məsafədə nə qədər dalğa uzunluğu var ona fikir verək. 1, 2 və 3. Deməli, 3 dənə dalğa uzunluğumuzu verib 36 metr. Onda 1 dənə dalğa uzunluğumuz edir 12 metr. Dalğa uzunluğu və 1 maksimumu və 4 maksimum arasındakı məsafəni tapın. İndi deyir, dalğa uzunluğunu tapdıq. 1 ilə 9 arasındakı məsafəni, 1-dən 9-a qədər olan məsafə. Nə qədər dalğa uzunluğu var? 1, 2, 3, 4. Deməli, 4 lambdamız da bərabərdir. 4 vurulsun, lambdanı tapdıq 12. Bu deyir 48 metr. Deməli, lambdamız birincidən qoy təmizləyim yer olsun.
12 metr tapdıq. Deməli, lambidamızı tapdıq 12 metr. Digərinə baxaq. B variantı. Dalğa tezliyi 5 saniyə üstü -1 olarsa, dalğanın 3 və 7 maksimumlar arasındakı yayılması üçün sərf olunan zamanı tapın. 3 və 7 arasına baxaq uşaqlar. Lambidamız var. Bax 3-dən 7-yə qədər olan məsafə. 7 buradır da uşaqlar. 8 ilə 7-nin arası. Yəni 1 lambida, 2 lambida, bir də lambidanın yarısı qədər. Bu nə edər? Deməli 12, 12, 24, 24 bir də 12-nin yarısı 6. 24-ün üstə 6 gələndə, yəni mənim uzunluğum 30 metrdir. Sərf olunan zamanı soruşur. Yazaq. Deməli uşaqlar, biz ilk öncə sürəti tapmalıyıq. Sürəti tapmaq üçün V bərabərdir. Lambida nüdən istifadə edərik. Lambidamızı neçə tapdıq? 12. Nümümüzü neçə verib bizə? Yəni tezliyimizi 5. 12 vurulsun 5. Bu dedər 60 metr bölünsün saniyə. İndi sürətimiz var. Gedilən yolumuz var. Zamanı istəyir. Zaman da bərabərdir. Yol bölünsün sürət. 30 bölünsün 60. Bu dedər 2-də 1. Yəni 0,5 saniyə gəlib. Yayılma sürəti ora qədər çatır. 0,5 saniyə. 10-cu suala baxaq. Dalğa uzunluğu 2 metr. Rəqs tezliyi 8 saniyə olan dalğanın rəqs periodunun sürətini və 5 saniyə ərzində yayıldığı məsafənin sürətini dediyi hansı düsturdan? Lambida nöyünə. Lambidamız 2 vurulsun tezliyimiz 8. O delir 16 metr bölünsün saniyə. Sürəti tapdıq. Periodumuzu tapmaq üçün V bərabərdir. Lambida bölünsün period. Buradan da periodu tapsaq. Lambida bölünsün sürət. Dalğa uzunluğumuz 2. Period sürətimizi də tapdıq 16. Bu dedər 8-də 1 saniyə. Sonra nəyi soruşur? 5 saniyə ərzində yayıldığı məsafə. L bərabərdir V T'dən. Sürətimizi neçə tapdıq? 16 və 5 saniyədə. Bu dedər 80 metr. Şəkildə təsvir olunmuş uzunluğa dalğanın 1 və 3 nöqtələri arasındakı məsafə 6 metrdir. Yenə uşaqlar 1 ilə 3-ün arasındakı məsafə 2 dənə dalğa uzunluğuna bərabərdir və bu bizə deyir 6 metrdir. Onda 2 dalğa uzunluğumuz 6 metrdirsə, deməli bir dalğa uzunluğumuz 3 metrə bərabərdir. Sonra nəyi soruşur bizə? Sürəti verib, tezliyini, dalğanın uzunluğu, dalğa uzunluğunu tapdıq. Tezliyini tapaq. Sürət bərabərdir. Lambda vurulsun nüyə. Deməli, onda bizim nəyi soruşdu? Tezliyimizi tapanda sürət bölünsün lambda. Sürətimizi verib 0,5 bölünsün lambdamız elədi 3. Vergüldən azad etsək, bu olur 6'da 1 Hz. Sonra nə edir? Periodu. Period da bunun tərsi, yəni 6 saniyə. Gəldik səs dalğasına. Birinci sualdan başlayaq. Aşağıdakı hansı tezliklər eşidə bilən səs tezliyi deyil? Cavabınızı əsaslandırın. Səs tezliyimiz 16 Hz-lə 20 kHz arasında insan qulağı eşidir. İndi səs deyil, insan eşidən deyil, eşidə bilən səs tezliyi deyil. Bax, 10 eşidə bilən deyil, çünki 16-dan kiçikdir. 100 bunların arasında C, yəni 1000 bunların arasında 10.000 bunların arasında, amma Y 100.000 Hz bu ikisinin arasında deyil. Yəni bunlar, uşaqlar 10 Hz eşidə bilməyənlərin özü də bölünürdü iki yerə. İnfrasəslər, ultrasəslər. İnfrasəslər 16 Hz-dən kiçik olanlaradır, o da 10 Hz aiddir. Ultrasəslər isə 20 kHz-dən yüksək olanlara, yəni elə 100.000 Hz aiddir. Buna da deyirik ultrasəslər.
Eşidə bilmirik o səsləri. İnfra səslərindən ultra səsləri. Səsin havada yayılma sürəti 340 metr bölünsün saniyədir. Dalğa uzunluğu 34 metr olan dalğanın səs dalğası olub-olmadığını müəyyən edin. Deməli, bunun üçün səsin tezliyini tapmalıyıq. Dedik, V bərabərdir lambda nüyə. Nünü tapanda lambda məxrəcə düşür. Yəni, dalğa uzunluğu məxrəcə 340. Bu dedər 10 hersə. Nə dedik? 16 hertzdən kiçikdir. Bəli, səs dalğasıdır, lakin eşidə bilmədiyimiz infrasəs dalğasıdır. Eşidə bilmədiyimiz infrasəs dalğasıdır. Şimşək çaxdıqdan 15 saniyə sonra səs eşidilir. Səsin havada yayılma sürəti 340-dır. Şimşək hansı uzaqlıqda çaxılıb? Deməli, məsafəni tapırıq. Məsafəni tapmaq üçün L bərabərdir VT-dən. Yayılma sürəti 340, səsin yayılma sürəti 15 saniyə. Bu da neçədir? Səhv etmirəmsə. Bir hesablayayım. Bəli, uşaqlar. Və yaxud da kilometrədə çevirəndə 5,1 kilometr. Şimşəyin çaxdığı an görünmənin, görünməsinin, səsinin isə sonra eşidilməsinin səbəbi nədir? Bəli, şimşək çaxanda biz onun ışığını görürük, uşaqlar. Işıqdan sonra 2-3 saniyə, 5 saniyə sonra onun səsini eşidirik. Bu da deməkdir ki, ışığın yayılma sürətini yadımıza salaq ki, V bərabərdir. 3 vurulsun 10⁸ metr bölünsün saniyədir. Amma səsin yayılma sürəti 340 metr bölünsün saniyədir. Əlbəttə ki, ışığın yayılma sürəti daha böyük olduğundan biz əvvəlcə ışığı görürük, sonra isə səsini eşidirik şimşəyin. Səsin suda yayılma sürəti havada yayılma sürətindən böyükdür. Bunun səbəbini izah edin. Səsin suda yayılması daha böyükdür. Uşaqlar, səsin yayılmasına səbəb zərrəciklərin titrəməsidir. Biz də bilirik ki, suda molekullar bir-birindən havaya nisbətən, qaza nisbətən daha sıx yerləşdiyindən molekullar daha sıx yerləşdiyindən ona görə daha tez ötürülür. Amma havada isə aradakı məsafə böyük olduğunda bir-birinə gec ötürülür. Ona görə də suda daha tez yayılır səs, havada isə daha gec yayılır. Vakuumda isə ümumiyyətlə yayılmır. Çünki zərrəciklərin enerjisini daşıyan bir zərrəcik olmadığından, enerjini daşıyan zərrəcik olmadığından vakuumda səs yayılmır. Gələk 5-ci sualımıza. Qapalı qabın içərisindəki sual oxuyaq. Səs mənbəyi qabın içərisinə yerləşdirilir və qabın ağzı bağlanır. Qabın ağzı qapalı olsa da içərisindəki səs mənbəyindən gələn səsi eşidə bilirik. Qapalı qabın içərisindəki mənbədən gələn səs qabdan xaricə necə çıxır? Uşaqlar, bir qab təsəvvürünüzə gətirin ki, qabdır. İçərisinə də qoyublar bir dənə səs ucaldan və ondan səs gəlir. Bu səs buradakı havadakı molekulları titrəyişə gətirir və bu molekullar da bu qabı titrədir. Bu qab da öz növbəsindəki havadakı molekulları, havadakı zərrəcikləri titrətmək nəticəsində biz o səsi eşidirik. İkinciyə baxırıq. Qabın içərisindəki havanı çıxarsaq, səs qabın daxilində və xaricində yayıla bilərmi? Dedik ki, bizim səsin yayılması üçün bir mühit lazımdır. Elastiklik mühit lazımdır. Mühit olmasa, yəni hava vakuum olsa, havanı çıxarsaq deyir. Havanı çıxarsaq, bu molekullar yoxdur ki, bu səs yayılsın molekullar nəticəsində. Ona görə də nə daxilində, nə də xaricində səs yayıla bilməz, yarana bilməz. 6-cı suala baxırıq. Şəkildə səs mənbəyi və onun üzərində rəqs edən yüngül kürəciklər təsvir olunmuşdur. Bu hadisənin necə baş verdiyini izah et. Yüksək səslə musiqi çalanda səs mənbəyi titrəyir. Bu titrəyiş havaya ötürülür. Hava isə kiçik kürəcikləri itələyir, nəticədə səs dalğalarının təsiri ilə hərəkətə gəlir. 7-ci suala baxırıq.
Müxtəlif tezlikli iki dalğanın hər birinin fərqli mühitlərdə yayılma sürətinin dalğa uzunluğundan asılı qrafiki verilmişdir. Həmin tezlikləri müqayisə edin deyir. Biz ilk öncə nə var? Bax, sürətimiz var, dalğa uzunluğumuz var və tezliyimiz istəyir. Deməli, bu üçündən istifadə edək, bir düsturu yazmalıyıq. V bərabərdir. Lambda vurulsun nöyə. Bizə tezliyi soruşursa, ilk öncə tezliyi yazım. Dedik, V bölünsün lambda. Diqqətli olaq nəyə? Yuxarının aşağıya nisbəti. Baxın, grafikin yuxarının aşağıya nisbətidirsə, bu zaman deyirik ki, bu tangens alfaya bərabərdir. Tangens alfada da bucağı böyük olanda qiyməti də böyük olur. İndi fikir verək bucağa. Bu birincinin yaratdığı bucaq, bu da ikincinin yaratdığı bucaq. Hansı bucaq daha böyükdür? İkinci. Deməli, ikincinin tezliyi də daha böyükdür. Bu qədər. Gələk 8-ciyə. Şəkildə vakuum və maddənin 3 müxtəlif halı təsvir olunub. Mexaniki dalğanın göstərilmiş 4 halda yayılmasını müqayisə edin. Uşaqlar, yayılmasını müqayisə edin deyəndə, yayılmasının sürətini müqayisə edək. Bərk ən böyük olar, sonra gələr mayedə, sonra gələr qaz ən kiçik, vakuumda isə demək olar ki, vakuumda yayılmır. Səsin sürəti yayılmır. Evimizdə belə müşahidə edək də. Bax, adicə oturduğunuz stola əlinizi vurursunuz. Görürsünüz havadır. Yəni qoy fikrimi tamamlayım. Oturduğunuz yerdə əlinizi stola vurun. Əlinizi stola vurduqda o səsi eşidirsiniz, düzdür? İndi başınızı stola qoyun, yəni qulağınız stola dəyən olsun və yenə əlinizi eyni tempdə yenə vurun. Görəsiniz ki, səsi daha yüksəkdən eşidirsiniz. Yəni, buradakı molekullar daha çox olduğundan səs titrəyişi daha çox olur. Və mən bu səsi yüksək səslə eşidirəm. Qazda isə molekullar az olduğundan havada mən səsi daha az eşidirəm. Və yaxud da belə, böyüklər yatan zaman, uzanan zaman uşaqlar səs eləyəndə onların səsi onlara daha çox gəlir. O uşaqları sakitləşdirin deyir, yata bilmirəm. Bax, aydı dursa, ayaq üstə o uşaqların məsəl üçün evdə olan səs-küylər ona o qədər təsir etməz. Amma yatan zaman bərk maddədən səs sürətli gəldiyindən, bərk maddənin molekulları sıx olduğundan o səsi daha tez eşidirlər. Yəni, bərkdə sürət böyük, sonra maye, sonra isə qaz. Bunun da səbəbi molekullarının seyrəkləşməsi, sıxlaşması olmasıdır. Çox və az olmasıdır. 9-cu suala gəldik. Dalğa uzunluğunun rəqs perioduna nisbətinin zamandan asılı qrafiki verilmişdir. Eyni zaman fasiləsində hansı dalğa daha böyük məsafədə yayılar? Yəni, bizə yolu soruşur. Yolumuz bərabərdir. Nə dedik? VT. V-ni yerinə də yazdıq. Lambda bölünsün T vurulsun kiçikdir. Bizə nə deyir? Lambda bölünsün periodut verib. Bax, bunu verib. Və kiçik T-ni də verib. Gördük, bunların hasil şəklindədir. Yadımızda saxlamışdıq biz VT qrafikində. Bax, VT qrafikində. Yolu tapanda nəyə dedik? Fiqurun sahəsini tapırdıq. L bərabərdir VT hasil şəklindədirsə dedik, həmin fiqurun sahəsi. Burada da hər ikisi hasil şəklindədir. Deməli, mən fiqurun sahəsini tapmalıyım. Və mənə hansı daha böyük deyirdi? Birinci fiqurun sahəsi, baxın, bu. İkinci fiqurun sahəsi isə, baxın, bu. Hansı daha böyükdür? Əlbəttə, ikinci daha böyükdür. Deməli, L2 böyükdür L1-ə. Sonra qrafikin altında qalan sahələr hansı fiziki kəmiyyəsi ifadə edir? Nə dedik? Məsafəni, yolu ifadə edir. 10-cu suala gəldik. Səs dalğası havada yayılır. Hansı qrafik həmin dalğanın tezlik zaman qrafikini düzgün əks etdirmişdir? Yadımızda saxlayaq. Səs dalğasının tezlik zamandan asılı deyil. Yəni, buradakı cavabımız, üçüncü cavabımız daha düzgündür. Tezlik zamandan asılı deyil. Gələk 11-ci suala. Əks sada hadisəsi necə baş verdiğini izah edin. Səs dalğalarının qarşısına çıxan maneədən əks etməsi əks səda adlanır. Yəni, bir dənə
Bax elə bu 12-ci suala baxaq. Bax 12-ci sualdakı şəklə baxsaq, bax uşaq qışqırır, kimisə çağırır. Səsi yayılır, səsinin sürəti dəyir bu maneəyə və yenidən geri özünə qayıdır, eşidir. Və yaxud da dağlarda, boş otaqda görürsüz, danışanda səsiniz elə bil exo verir. Maneəyə dəyib yenidən qayıdır. Bu adlanır əks səda. 12-ci sual. Dostunu çağıran Azərin səsi maneədən əks olunaraq o 1 saniyədən sonra öz səsini eşidir. Səsin havada yayılma sürəti 340 metr bölünsün saniyə olarsa Azərin olduğu yerdən maneəyə qədər olan məsafə. Əks sədada yolu tapmaq üçün gedib qayıtdığına görə biz VT-ni 2-yə bölürük. Bax, gedib qayıtdığına görə yazırıq. Sürətimiz 340 vurulsun 1 saniyə bölünsün 2. Bu deyilir nə? 170 metr. Gələk səsin xarakteristikası. Birinci suala baxaq. Səsin xarakteristikası dedikdə nə nəzərdə tutulur? Uşaqlar, səsin xarakteristikası 2 xarakteristikası var. Fizioloji və fiziki xarakteristikası. Fizioloji olaraq ucalıq, temper, gürlük, fiziki isə tezlik və amplitud nəzərdə tutulur. Səsin tezliyi ilə ucalığı arasında hansı fərq var? Uşaqlar, tezlik artdıqda səsin ucalığı da artır, daha yüksək olur. Tezlik azaldıqda isə səs daha qalın olur. Gəlin buna belə bir misal deyim ki, tezliklə. Gitaranın siminə biri var, tezliyi az toxunaq. Yəni barmağımızı yavaş. Yavaş toxunanda gitaranın səsi daha qalın çıxır. Amma tez-tez eləyəndə, barmaqlarımızı simlərə tez-tez toxunanda daha ucadan yüksək çıxır. Daha nazik və yüksək çıxır. Yəni qalın çıxmır. Bizə tezliklə ucalığı deyildi. Yəni bir-birindən tərs, düz asılıdır. Artdıqca yüksəlir. Amplituda gəldikdə isə deyir ki, səsin amplitudu gürlüğü ilə arasındakı əlaqə. Səsin amplitudu artdıqca səsin gürlüğü də artır. Amplitud azaldıqda isə gürlüğü də azalır. İndi buna misal olaraq yenə, bax bu tezliklə gürlüğü bir dənə misal olaraq vizual göstərim. Uşaqlar, bir dənə diqqətli baxaq. Baxın, rəqs tezliyi, referans tezlik, rəqs tezliyi və amplitudunu bir dənə diqqətli baxaq. Bax, indi səsi eşidirik. Mən amplitudu artıram. Amplitud nə idi? Tarazlıq vəziyyətindən maksimum uzaqlaşma. Amplitudu artırıram. İndi tezliyi artıram. Daha zil çıxacaq səsi. Yəni fərqini bir dənə hiss eləyin ki, amplitud nədir, tezlik nədir? Amplitud tarazlıq vəziyyətindən maksimum uzaqlaşmadır. Tezliyi isə həmin amplitud qalır, sadəcə olaraq tez-tez olur. Bax, gitarada dediyim kimi. İkincidə qoyum xətkeşlə. Amplitudu artırıram. Tezliyi də artırıram. Maksimuma çatdırım. Bax, daha yavaş-yavaş. Baxın, daha yavaş-yavaş eləyirəm. Amplitud böyükdür, amma tezliyi yavaş-yavaş. İnşallah ki, vizual olaraq görüb daha yadda saxlayarsınız. Bir də ipucu verəcəm sizə. Uşaqlar, bir də rəqsin tezliyi dedikdə tezliyi. Baxın, tezliyi dedikdə tezlik. Bu səsin tonunu, tonunla əlaqəlidir. Tezlik tonu. Tezliyi yüksək olanda tonu da yüksək olur. Biri də vardı, amplitud. Amplitud isə rəqsin amplitudu. Yəni A hərfi amplitudu. Bu isə gürlüğü bildirir. Yəni T hərfini yadınızda saxlasaq, tezlik olanda səsin tonu ilə əlaqəlidir. Tezlik tonla əlaqəlidir. Amplitud isə gürlüğü ilə əlaqəlidir. Səsin gürlüğü. Deməli, üçüncünü dedik.
Səsin amplitudu ilə gürlüğü arasında əlaqə. Rəqsin amplitudu artdıqca səsin gürlüğü də artır. Amplitud azaldıqda isə gürlüğü də azalır. Aşağıdakı cümlələri tamamlayın. 4-cü sual. Dalğa mənbəyinin hərəkəti nəticəsində dalğanın tezliyinin azalması və artması Doppler effekti adlanır. 70 desibel gürlüğün vahididir uşaqlar, desibel. 70 desibeldən yüksək səslər insan üçün zərərlidir. Gür səslərdən necə qorunmaq olar? Qulaq qoruyucularından, qulaq tıxaclarından və ya qulaqcıqların səsinin gücünü azaltmaqla, məsafə saxlamaqla, yəni səsin mənbəyinə mümkün qədər uzaq durmaqla, vaxt məhdudiyyəti, gür səsə uzun müddət məruz qalmamaq. Gəldik. Bəzi səs dalğaları insan eşidə bilmir. Həmin dalğalar infrasəslər və ultrasəslərdir. Hansı tezlikli dalğalar infrasəslər adlanır? İnfrasəslərin tətbiqinə aid bir nümunə göstər. Göstərir uşaqlar. Deməli deyirik ki, 0,1 Hz ilə 16 Hz arasındakı olan tezlikli dalğalar infrasəslər adlanır. İnfrasəslərə misal olaraq vulkanların püskürməsi, okeanlarda yaranan dalğalar, zəlzələlərin yaratdığı dalğaları, təyyarənin yaratdığı dalğaları misal göstərmək olar. Hansı tezlikli dalğalar ultrasəsdir? Ultrasəs isə uşaqlar, deməli biz dedik ki 20 kHz-dən böyük olanlar, 20 kHz-dən böyük olanlar, yüksək olanlar da ultrasəslər adlanır. Və bundan böyük olan səslər ultrasəslər. Yəni ən azı 20 kHz insan eşidə bilir. Bundan böyük artıq insan eşidə bilmir. Buna da ultrasəslər deyilir. Ultrasəslərdə misal olaraq ultrasəs müayinəsi və yaxud da yarasaların çıxartdığı səslər ultrasəsə misal ola bilər. Gələk. Rəqslərin amplitudu artdıqda dalğanın enerjisi və deməli səsin gürlüğü də artır. Belə səs gür səslər adlanır. Amplitud azaldıqda isə gürlük azalır. Belə səslər isə alçaq səslər adlanır. Uşaqlar dedik, amplitud gürlükdən asılıdır, tezlik isə səsin tonundan. Yəni bunları yadımızda hər dəfə saxlayaq. İnfra və ultra səslər həm təbii, həm də suni mənbələr tərəfindən yaradılır. Təbii və suniyə hər ikisinə misal göstərin. Dedik ki, infra səslər 16 Hz-dən aşağı 0,1 Hz arasında, təbiisinə olaraq zəlzələ, vulkan püskürməsi, böyük heyvanların qışqırığı, məsələn fil. Suniyə isə bəzi maşınların, motorların vibrasiyası. Ultra səslər 20 kHz-dən yuxarı, təbiisinə yarasaların, delfinlərin sonar siqnalları, suniyə isə ultrasəs təmizləyici cihazlar, tibdə ultrasəs skanerləri. Misal göstərə bilərik. Gəldik 9-cu sualımıza. 400 metr bölünsün saniyə sürətlə yayılan 80 metr dalğa uzunluqlu dalğanı insan eşidə bilərmi? Deməli, yenə nə etməliyik biz? Yenə tezliyi tapırıq ki, bu görək insan eşidə bilirmi? Dedik ki, sürət bərabərdir dalğa uzunluğu vurulsun tezlik. Tezliyi tapanda dalğa uzunluğumuzu verib 80. 80, bu da 400. Bu da verir bizə 5 Hz. Nə dedik? 16 Hz-dən kiçik olduğuna görə insan eşidə bilməz. Yəni, bu hansı səsə aiddir? İnfra səsə aiddir. Gəldik 10-cu sualımıza. Nə deyir 10-cu sualımızda? Dalğa uzunluqları eyni olub 0,5 metrə bərabər olan iki dalğanın dalğa uzunluqlarının rəqs perioduna nisbətinin zamandan asılı qrafiki verilib. Həmin dalğaların sürətlərini və tezliklərini tap, hansının eşidə bilən səs dalğası olduğunu müəyyən et. Nəyini tap dedi? Sürətini və tezliklərini. Gəlin yazaq. İlk öncə dalğa uzunluğu verib. Dalğa uzunluğu V bərabərdir. Lambda bölünsün T. Yəni bizə lambda bölünsün T-ni verib. Düzdür uşaqlar? Deməli bu bizim nəyimizdir? Sürətimizdir.
Gəlin belə yazaq. Baxın, dedik o sürətimizdir. Yazırıq V1 bərabərdir 8 metr bölünsün saniyə. V2 də bərabərdir 20 metr bölünsün saniyə. İndi dalğaların sürətlərini tapdıq. İndi tezliklərini tapaq. Dedik ki, V bərabərdir lambda vurulsun nü. Tezliyi tapanda, birincinin tezliyini tapanda dalğa uzunluğu V1. Niyə dalğa uzunluğunu lambda 1 yazmadım? Çünki deyir eyni olub dalğa uzunluqları. Birincinin dedik 8 bölünsün 0,5. Bu edir vergüldən azad eləsək 16 Hz. İkincisi isə nü 2 bərabərdir. Sürətimiz 20 bölünsün 0,5. Bu da 5. Bu da edir 40 Hz. Hansının eşidə bilən səs dalğası olduğunu müəyyən edin. Biz 16 Hz ilə 20.000 Hz arasında eşidə bilirik. Yəni belə deyək də, bəzi kitablarda da uşaqlar 16 yox 20 Hz ilə yazılıb. Onda biz 16 Hz-i eşidə bilməyən götürür, eşidə biləni soruşur. Hansının eşidə bilən səs dalğası? Yəni ikinci tezlik, ikincinin eşidə bilən səs dalğası olduğunu deyə bilərik. Sürəti tapdıq, tezliyi tapdıq. Başqa heç nə istəmir. Sonra səs dalğası uşaqların 2 dəqiqədir. Uzun olmasın deyə burada dayandırıram uşaqlar. Səhifə 9-da dayandıracağım. Sonometr adlanan cihaz hansı məqsədlə istifadə olunur? Sonometr səsin yorluğunu ölçmək üçün istifadə edilir. Məsələn, maşınların səs-küyünü yoxlamaq, konsert və ya sinif otağının səsin səviyyəsini ölçmək, fabrik və ya iş yerlərində işçi üçün təhlükəsiz səs limitini müəyyən etmək üçün sonometr adlanan cihazdan istifadə edirlər. Bu qədər uşaqlar. Diqqətli olaq. Yəqin yaxın zamanlarda da ardını çəkərəm. Sağ olun.